Attıqlarını çıxart- Nədir Mələk? atdıqlarınızı çıxartdırmışdım mənim işləmişdim məntiqdən. Yoxsa məsələn, məntiqdən qəşəng testlər var. Nihat qrupuna görə hazırlamışam. Birazdan atacağam hamısını qrupa. Qəşəng rekordlar hazırlamışam bir yaxdan atacağam. Baxın. Anagram analogiyalara aid faiz məsələsi. Məntiqin şey də var uşaqlar. İndi yadıma düşdü. Ehtimal da var. Ehtimal nəzəriyyəsinin məntiq forması. Çox qəşəng mövzudur, çox qəşəng testlər var. 50-50-də 3 səviyyədən ibarətdir. Yəni izən nəşriyyatın sualları normal riyazi ehtimaldır. Amma o kitabdakı məntiqi ehtimaldır. Çox həddən artıq qəşəng suallar var. Mütləq oranı işlətdirəcəm. Buranın üçüncü gün sizdən təhvil alım, onları bərabər işlədərəm sizə. Gəlin davam edək, ayrı nümunələr verim. Məsələn, uşaqlar, baxın. Zər və dəmir pul eyni anda atılır. Pulda, dəqiqə, bunun tam şərtini tutmağa başlayım. Şəbəkə söhbətini tam tuta bilməyəsiniz deyə deyirəm. Bu sizə qarışıq gələcək. Uşaqlar, mənə deyin görüm, A və B uyuşan hadisələr olduqda, hər ikisi uyuşan hadisədir. Yəni, bir-birləri ilə əlaqəsiz olmayan, uyuşma, ehtimalı düşmə ehtimalı olan hadisələrdir. Hansı düsturun təyin olunur? Uyuşan hadisələrin ehtimalı düsturu. 6 üstü neçə? Yoxsa düsturla deyirəm, PA-larla gedəsiniz. Bu düsturu dəftərinizə qeyd edin. Bax, bu formada verilir. Biraz böyük yazır mouse. PA, bax, PA ilə PB-nin birləşməsi deyir sənə. A ilə B-nin birləşməsi bərabərdir. Əgər hər ikisi uyuşan hadisədirsə, PA üstə gəlinsin. PB, ardın deyin görüm nə yazıram? Sıxılsın. PA vurulsun PB-yə. Bunu dəftərinizə qeyd edin. Misallarla gələndə rahat tapa biləsiniz. Rekorddan baxıb yazarsınız bunu. PA ilə PB-nin birləşməsi nəyə bərabərdir? Ümumiyyətcə, A ilə B uyuşan hadisələrdirsə, onların ehtimalı bu düsturla hesablanılır. PA üstə gəlsin PB, çıxılsın PA, vurulsun PB-yə. İndi baxın görək nə edirik. Ümumi nümunə deyim sizə. Aslı olmayan hadisə. Nə idi müəllim? P ümumi sən orada ehtimal verəcək. Ehtimaldakı elə bil ki, xalların sayı, məsələn, 3 ilə 5 deyəcək, orada baxasan da, yəni A-nın yerinə 3 yazasan, B-nin yerinə 5 yazasan. Elə gedəcək. Başa düşdüm. Və orada sadəcə bir Hı. simvolik hərf kimi durub sənə. Qarışdırmayasan deyə. Deyəsən ki, 3-ün də düşmə ehtimalı var, uyuşan hadisədir. 5-in də düşmə ehtimalı var, uyuşan hadisədir. 3 ilə 5-i tapan zaman nə edirsən? A-nın yerinə 3 yazırsan, B-nin yerinə 5. 3 üstə gəl 5, sıxılsın 3 vurulsun 5. Bir-birlərinə vurmağın çıxasın, hasillərini çıxasın. O formada. Mənə deyin görüm uşaqlar, bu misalı həll eləməyə çalışın. Bir qutuda 11 dənə ağ. Baxın, burada qeyd edirəm. 11 dənə ağ. Bir qutunun içərisindədir hamısı. 9 dənə qırmızı. 9 dənə qırmızı. Və ayrı 3 dənə rəqəm verməyəcəm, elə bunu deyəcəm. Bir qutuda 11 dənə ağ, 9 dənə qırmızı Yəni qələm. bayaqki yazdığınız düsturdan istifadə Yox, edəcəyik. bu nümunə deyirəm sizə, məsələ deyirəm. Ora aidiyyəti yoxdur. Yəni sırf ora ağlına gətirmə. Misalın ayrıdan ayrı cür desən, başqa cür əldə edəsən. Bir qutuda 11 dənə ağ, 9 dənə qırmızı qələm var. Bu qələmlərdən 7 ədədi qırıqdır. 7 dənəsi qırılıb uşaqlar. X qoyuram, bilin ki, qırılıb. Qır yazsam bununla dəyişib düşəcək. 7 ədədi qırılıb. Qırıq qələmlərin 3 ədədi ağdır. Qırılanlardan 3 dənəsi ağdır. Belə qoyacağam, bilin ki, 3 dənəsi ağların 3-ü qırılıb. Qutudan təsadüfi götürülən bir qələmin qırıq olmayan qırmızı düşmə ehtimalını tapın. Qutuda 11 dənə ağ, 9 dənə qırmızı qələm var. Müəllim, Bu qələmlərdən bir dəqiqə yaxıya, bax diqqətlə qulaq asın. Bir qutuda 11 dənə ağ, 9 dənə qırmızı qələm var. Ümumi 20 dənə qələm var uşaqlar. 11 dənəsi ağ, 9 dənəsi qırmızıdır. Bu qələmlərdən 7 dənəsi qırılıb. Və o qırıq qələmlərin 7 qırıq qələmin 3 dənəsi ağdır. Deməli 4 dənəsi qırıq olan qırmızıymış. Bunu tapdıq buradan. Mənə deyin görüm, müəllim təsvirlər dəyişib əlini desəm olur. salıb, dəqiqə şərti bölmək ki, uşaqlar tam başa düşə bilsin. Oturmaydı. Əlini torbaya salıb qələmi götürən zaman qırıq olmayan qırmızının, yəni salamat qırmızının düşmə ehtimalını tapın mənə. Hə, indi də görüm Yahya. Müəllim qırmızı Müəllim yoxdur. 9-da 5. Qırmızıdır da. 9 qırmızı Elə vardı. bildim ki, o deyim müəllim. Yox, şeydir, qırmızı, ağ. Neçə deyirsiniz uşaqlar?
Düşdü. Müəllim 9-da 5. Xeyr, səhvdir. Diqqətlə hesablayın. Müəllim 50. 13-də 5. Uşaqlar, bax, 27-də 13. yox, şey rəqəmlər deyil, siz random rəqəmlər atırsınız. Mən təsadüfi rəqəmlər atmayın burada. Dəqiq misal hesablayın, məntiqlə gedin. 11 dənə ağ, 9 dənə qırmızı qələm var. Qələmlərdən ümumi 7 dənəsi qırıqdır. Qırıq olanlardan 3 dənəsi ağdır. Təsadüfən əlini salıb çıxartdığın qələmin qırıq olmayan, yəni salamat olan qırmızı çıxma ehtimalını tapın. Orada Müəllim, 20-də 5. 11-dən 3 çıxanda 8 qalırsa, 7-dən də 3 qələm ağ qırıqdır. Onda qalır qırmızıda müəllim 4 qələm. 8-də 4. Aysa qırmızı qalır neçə dənə? 4 dənəsi qırıq, düzdürmü? 4-ü 4. qırıqdır. Bax, 11 dənəsi ağdan, 3-ü qırıqdır. Deməli neçə Deməli, salamat imiş? demək. 8 dənə salamat imiş. Salamatdan yanına belə bir işarə qoyacağam. 9 qələmdən 4-ü qırıqdırsa, neçə Beş- dənəsi salamatdır? dənəsi. 9-un 4-ünü çıxırın, 5 dənəsi salamatdır. İndi sənə deyir ki, qırıq olmayan qırmızı düşmə ehtimalı. Kəsir xəttin çəkirsən, ümumi nə qədər qələmin var? 11-dən 9. Neçə qələm var? Ümumi 20. 20 qələmin var. Məxrəcə yazırsan 20. Səndən salamatı soruşur, yoxsa qırığı? Salamat müəllim. Qırmızı rəngdə salamatı soruşur, düzdürmü? Deyir qırmızı rəngdə salamat Hə. qırıq olmayan düşmə ehtimalı. Qırmızı rəngdə müəllim 8. 5-də 5. Yox, ağda 8-dir. Qırmızıda salamatların sayı nə qədərdir? 5. 5. Qırıqda 20. yazırsan 5. Olacaq neçə? 20-də 20-də 5. Ya bu formada saxlaya bilərsən, ya da sürət məxrəci 5-ə bölərsən. 5-i 5-ə bölərsən, 20-ni 5-ə bölərsən 4. İxtisar edib sadələşdirib 4-də 1 deyərsən. Aydın oldu hamıya? Bəli. Bəli. Ayrısını verim, onu həll etməyə çalışın. Uşaqlar, məsələn, bizə deyir ki, qutuda belə versin. Qutuda 13 dənə sarı top var. Sarı. Məsəl üçün deyir, neçə versin? 8 dənə. 8 dənə də yaşıl top var. Aha. Bu toplardan, ümumi fikirləşək, bu toplardan şey olur, məsələn, belə deyək, tüklü-tüksüz toplar olur üstü, ya da rezin və ya fərqli. Ümumi necə deyə bilərik? Boşalmış deyək, boş dönəm, fərqi yoxdur. Bu toplardan ümumi 10 dənəsi boşdur. 10 dənəsi boşalıb. Bu boşalanlardan 4-ü sarıya aiddir. Boşalanlardan 4 dənəsi sarıya aiddir. Belə x qoyuram. 4 dənə boş sarıya aiddir. Mənə deyin görüm, təsadüfi götürülən topun boşalmayan sarı olma ehtimalı nə qədərdir? Müəllim Mən 21-dən 13-dən mən deyim. Müəllim, 13-dən 13-dən 8-i toplayarıq. 21. Eyni anda danışırsınız. Bax, videoya baxanda özünüz heç nə başa düşməyəsiniz. Mənlik deyil. Mən deyim. Mən deyim. Mən deyim deyən kimdir Nihat? Bəli, mən. De görüm Deyim Nihat. mən. Müəllimə 13-dən 8 Misalı izah toplayarıq eləmə, yox. cəmi. Şey denən, cavabını denən. Müəllimə cavab bir dəqiqə. Yaşılın boşu müəllimə 6 dənəsə 21-də 6. 21-də 6, tamam. O da 3-ə ixtisar gedəcək 7-də 2. Tamam, 21-də 6. Hələ ki qalsın sadə formasına baxarıq sonra. Talıbda görün fikrini. Müəllim 21-də 4. Salamat qalanlarsa 21-də Aha. 4. Başqa cavab demək istəyən var? 21-də 9. Aha, 21-də 9. Başqa nəsə demək istəyən var? Mənim 21-də 9, o da bərabərdir 7-də 3-ə. Mən 21-də 4 eləyərdim. Sən də 21-də 4 deyirsən, tamam. Başqa fərqli, bu üç rəqəmdən fərqli bir şey demək istəyən var? 21. Bax, bizə deyir ki, 13 dənə sarı top var, 8 dənə yaşıl. Kəsir xəttin çəkirsən. 13-ün 8-i toplayırsan, məxrəcə yazırsan, ümumi topların sayı 21. Mən sizə dedim ki, boşalmamış, yəni salamat qalan sarı topun düşmə ehtimalı. Sarının 4 dənəsi boşalıb. 13-dən 4 çıxanda neçə qalır? 9. 9-u da salamatdır. Deməli, mən salamat qalan sarını soruşsa, aparıb sözdə 9 yazıram. Bəli. Müəllim. Onu mənim ixtisar etsə 7-də 3. Hə, ixtisar da edə bilərsən, bu formada saxlayırsan. 3-ə bölüb, sürətli 9-u 3-ə böləndə 3 deyərsən, 21-i 3-ə böləndə 7 deyərsən. Ümumi deyərsən 7-də 3. Amma yəni gördünüz ki, 21-də 6 və 21-də 4 cavabları səhvdir.
Düzgün olan 1-də 2, 21-də 9. Bunu da Ayandan Mələk demiş, səhv eləmirəmsə. Aydın oldu bu sual hamıya? Bəli, müəllimə. Düstur olaraq Bəli, yazın müəllim. dəftərinizə uşaqlar. En sayda adam, məsələn, sənə belə bir sual verir. En sayda adam bir-birinə hədiyyə paylayır. En sayda adam var, bir-birinə hədiyyə paylayır. Bütün mümkün olanların sayı düsturu. En vurulsun, en minus 1. Bu düsturdur, vəsiyo. En vurulsun, en minus 1. En sayda adam, məsələn, 7 dənə adam bir-birinə hədiyyə paylayır. Mümkün olan ehtimalları hesabla. 7 vurulsun, 7-dən 1 çıxanda 6. Bu da bərabər neçəyə? 42. Bu qədər. 4 dənə adam bir-birinə hədiyyə paylayır. Bütün mümkün olan ehtimalları hesabla. Hədiyyə bir-birinə qarşılıqlı hədiyyə paylayırsa və mümkün olan bütün halları soruşursa, aparıb eyni yerinə 4 yazasın. Söhbət 4 adamdan gedirsə. 4 vurulsun, 4-dən 1 çıxarsan 3. 4 dəfə üçün 12. Bu qədər. Deyəsən ki, bu tip hallarda, misallarda 12 dənə bütün mümkün hallarım var. Aydın oldu? Əslində. Sadəcə düsturu Bəli, bilməlisən. Düsturu biləndən sonra aparıb yerinə qoysan sadədir. Məsələn, deyə bilərsiniz ki, başqa bir misalda bunu mütləq dəftərinizə qeyd edin. Bir cümlənin qarşısında yazın ki, en sayda adam bir-birinə hədiyyə paylayarsa, mümkün olan bütün ehtimalımız buna bərabərdir. Rekorddan baxıb bu hissəni qeyd eləyərsiniz. Çünki ayrı bir cümlə quracam. O cümləyə görə də ayrı bir düstur verirlər. Deyər ki, en sayda adam... olmayanın düsturu hansıdır? Gələcəm oralara, narahat olma. Sən lazım olan 3-4 dənə düstur var, onları verəcəm. Mümkün olmayan kimi bir şey bir yoxdur sənə. Deməyəcək ki, mümkün olmayanların düsturunu tap. Elə bir şey yoxdur. 2 dənə düstur var, mümkün olanlara aid. Biri bayaq dediyimdə en sayda adam bir-biri aralarında hədiyyə paylayarsa, o düsturdur. Bir də budur. En sayda adam, məsələn, en sayda adam arasında oyun keçirilir. Amma hərəsi bir dəfə oynamaq şərti ilə. Bütün mümkün olan halların sayını tapın. En sayda adam, yəni bilmir nə qədər adam var, öz aralarında oyun keçirilir. Bütün mümkün halların ehtimalını tap. Sənə belə bir sual verir. Müəllim, en vurulsun 1. En vurulsun, en çıxılsın 1, bölünsün 2. Düsturum budur. Sənə deyir ki, 6 adam öz aralarında oyun oynayır. Hərəsi bir dəfə oynaya bilər. Bütün mümkün halların ehtimalını tap. 6 adam deyir, yapar bir eni yerinə 6 qoyursan, 6 vurulsun, 6-dan 1 çıxırsan 5, bölünsün 2. 6 dəfə 5-in 30, 30-u da 2-yə böləndə 15. Necə? Bunu nə kimi misal veririk? Deyə bilər ki, sənə en sayda adam oyun oynayarkən bütün ehtimalları tap. Məsələn, deyirəm ki, 6 dənə adam oyun oynayarkən əmələ gələn bütün ehtimalların halını tap, mümkün halların halını tap. Çünki oyun oynayarkən deyirsə, söhbət oyundan gedirsə, uşaqlar, bu düsturdan istifadə edirsiniz. En vurulsun, en minus 1 bölünsün 2. Yox, əgər məsəl üçün söhbət bayaq dediyim kimi bir-birlərinə qarşılıqlı hədiyyə paylamaqlardan gedirsə, o artıq en vurulsun, en minus 1-dir. 2-yə bölməyə ehtiyac yoxdur. 2 dənə bu düsturunuz var. Bunu bilməyiniz kifayət edir. Qeydlərinizi apardınız? Bəli. Məsələn, sənə deyər ki, şahmat yarışında, bax, şahmat yarışında 6 nəfər insan iştirak edir, 6 nəfər oyunçu iştirak edir. Hərəsi bir dəfə oynaya bilər. Mümkün olan ümumi neçədən oyun keçirdilib? 6 nəfərsiniz uşaq. 6. Şahmatda 15. 6 nəfər birdən gəlib urra deyib oynamır ki, 2-2 oynayırlar da. 2 nəfər olur hər oyunda. Sənə deyir ki, hərəsi bir dəfə oynayır. Yəni oynayan çıxıb gedir, uducan çıxıb gedir, qazanan qalır. Sənə deyir ümumi neçədən oyun keçirdilər. Sən deyirsən ki, oyun məsələsidirsə, artıq mənim düsturum budur. En vurulsun, en minus 1 bölünsün 2. Mənə 6 nəfər şahmat oyuncusu deyirsə, eni yerinə 6 yazıram. Müəllim, 6 15. vurulsun 5 bölünsün 2. Bu qədər. Ta oturub fikirləşmirsən, bu dəfə budur, sonra bu çıxdı, bu qədər, 15-i demirsən. Kuramı bu düsturdan istifadə edirsən. Aydın oldu? Bəli. Mənə deyin görüm uşaqlar. Məsələn, sizə belə bir sual verir. Dairəvi masada Həmişə 6-nı 5-ə vurarıq. sənə 7 desə 7-ni 6-ya vurarsan. Düsturun budur axı. En vurulsun. En minus 1 bölünsün 2. Mən həmişə yəni 6 olacaq da orada Yox, başqa sənə deyəcək rəqəm ki, məsələn, bölünsün 2, 8 niyə yazıram bura? Aha, bölünsün 2, bərabərdir. Sənə deyər ki, 9 nəfər şahmat oynayır. Eni yerinə 9 yazırsan. 9 vurulsun, 9-dan 1 çıxarsan 8, böləsən 2-yə. Bu qədər. Hə, başa düşdüm mən. Yəni hər dəfə neçə deyirsə eni yerinə onu qoyarsan.
Mən təsadüfən 2 dediyim misalda da 6 rəqəmini işlətdim deyə aparıb bura 6 qoydum. Yoxsa necə deyirsə onu qoyasam. Mənə deyin görüm uşaqlar. Dairəvi masa ətrafında 4 nəfər neçə üsulla əyləşə bilər? Müəllim 6. Ay, sağ ol. Son Uşaqlar baxın dairəvi masadır. Ümumi 4 nəfərim var. Mən A, B, 6. adamlara belə baxın. A, B, S, D. Ümumi 4 nəfərdir. Bir dəfə A-nı burada yerləşdirərəm. Məsələn, B, S, D belə qalar. Bir dəfə A-nı gətirərəm bura, B ilə yeri dəyişər filan. Bunu tapmaq çox Mən qəliz bayaqki məsələdir. dediyinizdən istifadə Yox, elədim bunun mən. üsulu bayaqki düstur deyil, yox. Bunun uşaqlar həlli yolun deyimsə. Siz 4-ü vurub 3-ə bölürsünüz 2-yə, o səhvdir. Həmişə uyğun gəlməyəcək. N vurulsun N-1 bölünsün 2 düsturu buna aid deyil. O oyunlara aiddir. Mən dairəvi masa arxasında əyləşmə üsulunu soruşuram sizdən. Uşaqlar, məsələn deyirəm 5 dənə olsun, fərqi yoxdur. Masa arxasında 4 nəfər adam əyləşir. Bunun hər dəfə yerlərini dəyişsəz, misal uzana bildikcə, onun için Bence sanmırsınız və faktorial səhv eləmə Olabilir. ehtimalınız çoxdur. Necə Müəllim, yaz? Bəli Zəhra. faktorial aynı nida olan. Yəni həmin ədədə qədər bəli. Belə faktorial deməyim, bu siniflər faktorial keçməyim. Ümumi deyirsən ki, bəli, qayda olaraq faktorial gedir. Həmin ədədə qədər olan ədədlərin hansıdır? 4-ə qədər hansı rəqəmlər var? 1, 2, 3. 3. Bunların hansını tapırsan? 1-i 2-yə vuranda 2, 2-ni də 3-ə vuranda 6. Deyirsən, dairəvi masa ətrafında 4 nəfər 6 üsulla əyləşə bilər. Məsələn, sənə deyir ki, dairəvi masa arxasında 5 nəfər 5 nəfər neçə üsulla əyləşə bilər? Deyirsən 1, 2, 3, 4. Bax 5-ə qədər Müəllim olan 10. ədədləri yazdım. Hasilini taparıq. Bir-birinə vuracam. 1-i 2-yə vurursan 2, 2-ni 3-ə vurursan 6, 6 dəfə də 4-ün 24. 24. 24 dənə hal mümkündür. Dairəvi masa arxasında məsəl üçün deyirəm, 3 nəfər hansı üsulla əyləşə bilər? Neçə üsulla? 3 nəfər deyirsə 1 vurulsun 2. 3-ə qədər olan ədədlər. Müəllim 2 Bu üsul. qədər. 24-ü 2-yə bölərik. Yox, hər dəfə 24 qaldı qıraqda, söhbət hansı rəqəmdən gedirsə, həmin ədədə qədər olan rəqəmləri bir-birinə vurursan. 3 dənə adam deyirsə, dairəvi masa arxasında 3 dənə adam deyirsə, 3-ə qədər hansı rəqəmlər var? Əsmər 3-ə qədər hansı rəqəmlər var? 1-lə 2. 1-i 2-yə vurasın. Əsmər sənə 5 dənə adam desə, dairəvi masa arxasında 5 dənə adam neçə üsulla əyləşə bilər? 5-ə qədər neçə adam var? Hansılardır? 1, 2, 3, 4 olar. Onların hasilini taparıq. Ay sağ ol. 4 dənə adam əyləşib desə 1, 2, 3. Bunları bir-birinə vurarsan. Dediyi ədədə qədər olanı. Ədədi götürmürsən. Ədədə qədər olanları bir-birinə vurursan. Buna da faktorial deyilir. Faktorial keçməmişəm sizə demədim ki, çarxdırmayım deyə. Ümumi belə yadda saxlayın. Həmin ədədə qədər olan ədədlərin hasili. Aydın oldu hamıya? Bəli, müəllim. Qaranlıq qalmadı ki. Müəllim. Baxın, başqa fərqli nə var? Bir dənə sıralar qaldı, onu da deyim, qutarsın. Məsələn, sizə deyir ki, Müəllim, ehtimalda məsələ bu qoymadı mən. ümumi nümunələrə baxıram ki, fərqli nümunələrdən verim. Sağ olun. Çünki bilirəm ki, sizə bələdəm mən. Tapşırığı verəcəm, müəllim. Üstümə hayla gələsi ki, müəllim belə bir sual deməmişdiniz axı bizə. Burada bir dənə qeyri-adi bir şey çıxıb. Belə eləyəcəyik, bax, uşaqlar. Ümumi necə izah edeyim sizə ki, sizə qaranlıq qalmasın. Bax, belə verə bilər sənə. A, B, axırıncı misalımız nümunəmizdir. C, D. Bu simvollar verilib. Düzdürmü? Sən bu simvolları düzürsən, ard-arda düzürsən, amma təkrarlanma olmamalıdır. Təkrarlanma olmadan neçə dənə cür yerləşdirə bilərsən? A, B, C, D simvollarını təkrarlanma olmadan, qətiyyən təkrarlanmaya yol vermirsən, neçə cür düzə bilərsən? Müəllim 16. Yox, xeyr. Mənim 4 dənə. Müəllim. Bax, belə deyəsən. dəfə. Birinci yer üçün, bax, birinci yerdə duran rəqəm üçün.
İndi rəqəmlərimin sırası var da. Birinci yer, ikinci yer, üçüncü yer və dördüncü yer. Uşaqlar, birinci yerə neçə dənə hərf yaza bilərəm? Ya A yazaram, ya B, ya C, ya D. 4 dənə hərf yaza bilərəm, düzdürmü? Ya A, ya B, ya C, ya D. 4 dənəsini yazarım. Müəllim tapdım. İkinci yer üçün neçə dənə yer yazarsınız? 4 dənə da. Altı Yox, dənə. məsələn, A-nı gətirdim bura yazdımsa 4 dənə olmur axı, artıq A-nı işlətmişəm, 3 dənə qalır. 3 dənə. Çünki 2-yə Birində gəlmişəm, də iki demək 1-ə dənə. nəsə yazmışam. Deməli, ikinciyə nə olur? 3 dənə. 3 dənə. 3 dənə yazma ehtimalım var. 2 dənə. Üçüncü yerə baxıram. Üçüncü yerə 2 uşaqlar. dənə. Aysa, məsələn, getdim bura S-ni yazdım, artıq S-dən Dördüncü getdi. yerə də Geri bir 2 dənə. hərfim qaldı. Yazıram. Üçüncü yerə 2 dənə rəqəm yazma ehtimalım var. 2 dənə yerini dəyişib yaza bilərəm. Dördüncü yerə isə neçə dənə? 1 dənə. 1. Aysa, bir dənə seçimim qalıb. Hərflərin hamısı gedib, başqa bir dənə hərfim qalıb. Başqa heç bir şeyim yoxdur. Ümumi bunu tapan zaman nə edirəm? Burada yazmışam seçimlər. 4 dənə, 3 dənə, 2 dənə, 1 dənə. Bunları bir-birinə vuracağıq. 4 vurulsun 3, 24. vurulsun 2, vurulsun 1. Bu da bərabər nəyə? 24-ə. 24. Cavab aydın oldu. Hamıya qaranlıq qalmadı ki. Xeyr. Bəli. Bəli. Nəsə qaranlıq qalmadı uşaqlar. Xeyr. Tamam. Onda bax, ehtimal bu qədər idi. Ehtimalı gözləyim, bir dənə rekordu dayandırım.